Birləşmiş Ştatların energetika naziri Chris Wright ilə Səudiyyə Ərəbistanlı həmkarı Əbdüləziz bin Salmanın imzaladığı razılaşma nüvə reaktorlarının, yanacaq sistemlərinin və əlaqəli texnologiyaların krallığı ötürülməsinin hüquqi bazasını yaradır. Eyni zamanda milyardlarla dollarlıq investisiyaları əhatə edir. Belə ki, Səudiyyə Ərəbistanında tikiləcək reaktorlar və digər nüvə obyektləri Amerika şirkətlərinə 10 milyardlarla dollarlıq müqavilələr qazandıra bilər. Vaşinqton bundan həm öz nüvə sənayesini dəstəkləyir, həm də Ər-Riyadın enerji sektorunda Çin və Rusiyanın möhkəmlənməsinin qarşısını almağa çalışır. Lakin sazişi tarixə edən əsas məsələ reaktorların sayı və ya investisiyanın həcmi deyil. Müzakirəli məqam Səudiyyə Ərəbistanına gələcəkdə öz ərazisində uran saflaşdırmaq imkanının verilib-verilməyəcəyi ilə bağlıdır. Birləşmiş Ştatlar qanunvericiliyində belə sənədlər 123 sazişi adlandırılır və nüvə materiallarının yalnız dinc məqsədlərlə istifadəsinə dair xüsusi öhdəlikləri nəzərdə tutur. Rəsmi açıqlamalarda bu hüququn dərhal təqdim olunduğu bildirilməsə də, razılaşmanın saflaşdırılmanı tam qadağan edən qızıl standart prinsipini etibar etmədiyi də bildirilir. Vaşinqton və Ər-Riyad uran saflaşdırma müəssisəsinin tikilib-tikilməyəcəyini müəyyənləşdirmək üçün birgə araşdırma apara bilər. Belə bir qərar təxminən 2 il davam edəcək texniki qiymətləndirmədən sonra qəbul edilə bilər. Bu isə yekun qərarın Trampdan sonraki administrasiyaya qalması ehtimalını yaradır. Bu qeyri-müəyyənlik sazişin iki fərqli şəkildə təqdim olunmasına imkan verir. Ağ Ev bunu ciddi təhlükəsizlik zəmanətləri olan mülki enerji əməkdaşlığı adlandırır. Razılaşmanı tənqid edənlər isə uranın saflaşdırılmasına açıq qapı saxlanıldığını bildirirlər. Məsələn, ABŞ-nin Birləşmiş Ərəb Əmirlikləri ilə imzaladığı nüvə sazişində Əbu-Dabi ölkə daxilində uran saflaşdırmaq və istifadə olunmuş nüvə yanacağını emal etməmək öhdəliyini götürmüşdü. Bu maddiyə sonradan qızıl standart adlandırıldı. Səudiyyə Ərəbistanı isə eyni məhdudiyyəti qəbul etməyib. Sazişin açıq qalan bəndləri qədər maraq doğuran bir digər sual da dünyanın ən böyük neft ixracatçılarından birinin nüvə enerjisinə niyə ehtiyac duyduğudur. Ər-Riyadın rəsmi arqumenti ölkə iqtisadiyyatının və elektrik tələbatının böyüməsidir. Bu hesablamanın arxasında iqtisadi məntiq dayanır. Səudiyyə Ərəbistanı daxildən nə qədər az neft yandırsa, ixraca bir o qədər çox xam neft və neft məhsulu yönəldə bilər. Deməli, nüvə enerjisi Ər-Riyad üçün neft gəlirlərinin daha uzun müddət qorunma vasitəsidir. Lakin məsələ yalnız elektrik istehsalı ilə məhdudlaşmır. Nüvə texnologiyasına yələnmək Səudiyyə Ərəbistanının regional statusunu da dəyişir. Reaktorlar, nüvə mühəndisləri, yanacaq dövriyyəsi üzrə biliklər krallığa sonradan hərbi proqram yaratmadan belə nüvə astanasında olan dövlət mövqeyi qazandıra bilər. Belə dövlətlərin hazır nüvə silahı olmur, amma siyasi qərar verildiyi halda bu imkanlara daha qısa müddətdə çata biləcək texniki baza formalaşır. Ər-Riyadın əsas strateji qazancı da məhz bundan ibarət ola bilər. Söhbət İranla qarşıdurmada belə bir potensiala malik olduğunu göstərməkdən gedir. Sazişin ən böyük siyasi ziddiyyəti də elə İran məsələsində ortaya çıxır. Birləşmiş Ştatlar uzun illərdir Tehranın uranı ölkə daxilində saflaşdırılmasının nüvə silahının yayılması riski kimi təqdim edir. Vaşinqton və İsrail İranın nüvə obyektlərini məhz bu əsasla regional təhlükə hesab edirlər. İndi isə eyni texnologiyanın Səudiyyə Ərəbistanı üçün mümkün hesab edilməsi Tehrana güclü təbliğat arqumenti verir. İran rəhbərliyi Vaşinqtonun nüvə qaydalarını siyasi müttəfiqlik əsasında tətbiq etməkdə ittiham edə bilər. Bunun isə Tehranı öz uran proqramını sürətləndirməyə təşviq etməsi istisna edilmir. İranın ilkin reaksiyası diplomatik ittihamlarla və nüvə danışıqlarında mövqeyini sərtləşdirməklə məhdudlaşa bilər. Ancaq Tehran Səudiyyə proqramının həqiqətən saflaşdırma mərhələsinə keçdiyini görsə, daha yüksək səviyyədə uran istehsalını və yeni nüvə obyektlərinin yaradılmasını təhlükəsizlik zərurəti kimi təqdim edə bilər. Bu halda Vaşinqton paradoksal vəziyyətlə üzləşəcək. ABŞ bir tərəfdən İranın imkanlarını məhdudlaşdırmağa, digər tərəfdən isə öz müttəfiqinin bənzər texnologiyaya çıxışını qanuniləşdirməyə çalışacaq. Razılaşma İsrail üçün də mürəkkəb təhlükəsizlik dilemması yaradır. Təl-Əviv uzun müddət Yaxın Şərqdə hərbi və texnoloji üstünlüyü qorumağı Birləşmiş Ştatlarla münasibətlərinin əsas şərtlərindən biri hesab edib. Səudiyyə Ərəbistanı hazırda İsrailin birbaşa düşməni olmasa da, ölkələr arasında diplomatik münasibətlər qurulmayıb və Qəzza müharibəsindən sonra normallaşma prosesi dayanıb. Biden hökuməti dövründə nüvə əməkdaşlığının Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılacağı daha geniş sazişin bir hissəsi olması nəzərdə tutulurdu. Trump administrasiyası isə nüvə razılaşmasını İsraillə normallaşma şərtindən ayıraraq ayrıca irəli aparıb.
İsrail üçün əsas təhlükə Səudiyyə Ərəbistanının indiki rəhbərliyinin niyyətləri deyil. Narahatlıq ondan ibarətdir ki, bir dəfə qurulan nüvə infrastrukturu 10 illiklərlə fəaliyyət göstərəcək, amma siyasi rejimlər və regional ittifaqlar dəyişə bilər. İsrail buna görə konqresdə əlavə nəzarət mexanizmlərinin tələb olunmasına, uranın yalnız ABŞ nəzarəti altında işlənməsinə və Səudiyyənin əlavə protokol qəbul etməsinə çalışa bilər. Lakin Təl-Əviv sazişə tam qarşı çıxarsa, Riyadı Çin və ya Rusiya ilə əməkdaşlığa itirmək riskini də nəzərə almalıdır. Yəni, İsrail üçün əsas məsələ Səudiyyə Ərəbistanının sabah nüvə bombası hazırlaması deyil. Əsas narahatlıq regionda ilk dəfə başqa bir ərəb dövlətinin bu imkana yaxınlaşmasıdır. Bu presedent yaransa, Türkiyə, Misir və digər dövlətlər də eyni hüququ tələb edə bilər. Beləliklə, nüvə texnologiyasının enerji layihəsindən regional status meyarına çevrilməsi ehtimalı meydana gəlir. Yaxın Şərqdə yeni nüvə yarışının başlanıb-başlanmaması isə sazişə necə əməl olunacağından asılı olacaq. Əgər Səudiyyə Ərəbistanın nüvə yanacağını xaricdən alsa, istifadə olunan yanacaq ölkədən çıxarılsa və bütün obyektlər ən sərt beynəlxalq yoxlanmalara açıq olsa, layihənin hərbi riski məhdud qala bilər. Lakin krallığa uranı öz ərazisində saflaşdırmaq və istifadə olunan yanacağı emal etmək imkanı verilsə, regional mənzərə dəyişə bilər.